Hər vaxtınız xeyir. Gəlin bugün birlikdə çox maraqlı bir mövzuya baş vuraq, yaddaşımıza. Heç düşünmüsünüzmü, bir məlumat beynimizdə necə bir səyahətə çıxır? Necə olur ki, bəzi şeylər anlıq bir qığılcım kimi parlayıb sönür, bəziləri isə ömürlük bizimlə qalır və ən əsası, niyə bəzən ən vacib anda nəsə yadımızdan çıxır? Bax, bütün bu sualların cavabını axtaracağıq. Yəqin ki, bu situasiya hamınıza tanışdır. Deyək ki, yeni biri ilə tanış olursunuz, o sizə adını deyir, siz də öz adınızı. Vəssalam. Saniyələr sonra həmin adamın adı sanki buxarlanıb yoxa çıxır. Çox yöndəmsiz bir vəziyyətdir, elə deyil? Amma narahat olmayın, bu sizin beyninizin qüsuru deyil. Əslində, bu, yaddaş sistemimizin necə dəqiq işlədiyini göstərən, hətta deyərdim, mükəmməl bir nümunədir. Beləliklə, hər bir məlumat, istər bir ad olsun, istər bir telefon nömrəsi, fərqi yoxdur. Beynimizdə bir siyahətə başlayır. Gəlin indi təsəvvür edək ki, biz bir informasiya parçasını bu siyahət boyunca addım-addım izləyirik. Görək onun aqibəti necə olur. Oxudu qalmağı bacaracaq, yoxsa unudulub gedəcək. Deməli, məlumatın bu səyahətində cəmi iki əsas dayanacaq var. Birincisi, qısa müddətli yaddaş, qısaca qıyımı, bura bir növ beynin gözləmə otağı kimidir. Məlumatlar gəlir, biraz qalır və gedir. İkincisi isə uzun müddətli yaddaşdır, yəni UMI. Bu isə bizim şəxsi, daimi arxivimiz, yəni kitabxanamızdır. Bir telefon nömrəsini dərhal unutmağımızın, amma illər əvvəlki ilk iş müsahibəmizi xırdalığına qədər xatırlamağımızın səbəbi məhz bu iki sistem arasındakı fərqdir. Yaxşı, gəlin məlumatın ilk dayanacağına, yəni qısa müddətli yaddaşa yaxından baxaq. Buranı çox səsküylü, hərəkətli bir vağzal kimi təsəvvür edin. İnformasiyalar qatar kimi gəlir, amma çox qısa müddətə dayanır. Onların burada qalma müddəti demək olar ki, yox dərəcəsindədir və daimi arxivə, yəni növbəti stansiyaya getmək üçün çox xüsusi bir bilet qazanmalıdırlar. Bəs bu gözləmə otağı necə işləyir? Maraqlıdır ki, bu barədə fikirlər zamanla dəyişib. Əvvəllər alimlər elə bilirdilər ki, beynimizdə sanki 7 dənə balaca səbət var və biz məlumatları bu səbətlərə qoyuruq. Amma müasir nəzəriyyə deyir ki, yox, məsələ heç də yerin, yəni səbətin sayında deyil. Məsələ zamandadır. Qısa müddətli yaddaşımız daha çox məlumatı unutmamaq üçün onu dayanmadan içində fırladan bir mexanizmə bənzəyir. Bu kaset lenti dövrəsi nə olan şeydir? Gəlin belə izah edim. Təsəvvür edin, yeni bir telefon nömrəsini qısa bir kaset lentinə yazmışsınız. Beyniniz bu lenti dayanmadan fırladır. Nömrə təkrar-təkrar səslənir və beləcə onu bir neçə saniyəlik də olsa unutmursunuz. Amma bu lent çox köhnə və keyfiyyətsizdir. Bir anlıq dayansanız və ya diqqətiniz yayınsa, lent dərhal silinir. Və budur, kritik an. Bu lentin ömrü nə qədərdir? Cəmi 15 saniyə. Bəli, düz eşitdiniz. Əgər heç bir əlavə cəhd göstərməsəniz, bir informasiyanın beyninizin gözləmə otağında sağ qalması üçün cəmi cümlətanı 15 saniyəsi var. Bu, bir adı, bir nömrəni yadda saxlamaq üçün həddindən artıq qısa bir müddətdir. Sanki məlumatın öz dəyərini sübut etmək, mən vacibəm demək üçün cəmi 15 saniyəlik vaxtı var. Beləliklə, gəlib çatdıq səyahətin ən həyəcanlı, ən kritik nöqtəsinə. O 15 saniyə bitir və məlumat yol arıcındadır. O ya tamamən silinib gedəcək, ya da uzun müddətli yaddaş kitabxanasına daxil olmaq üçün xüsusi bir keçid bileti alacaq. Bəs bu bileti, bu möhrü girən nədir? Məlumatı unudulmaqdan nə xilas edir? Cavab əslində çox sadə, amma bir o qədər də güclü bir sözdə gizlidir. Məna. Bəli, məhz məna. Beynimizdəki uzun müddətli yaddaşın qapısında sanki bir qapıçı dayanıb və onun yeganə kriteriyası budur. Bu məlumat sənin üçün mənalıdırmı? Əgər cavab yoxdursa, məlumat qapıdan içəri buraxılmır. Baxın, bu çox vacib bir məqamdır. Bizim xatirələrimiz havada uçuşan mücərrəd şeylər deyil. Onlar beynimizdəki neyronlar arasında qurulan fiziki, real əlaqələrdir. Bir informasiya sizin üçün nə qədər çox məna kəsb edirsə, beyniniz o informasiya üçün bir o qədər möhkəm, qalın bir körpü, yəni neyron əlaqəsi yaradır. Məhz bu fiziki möhkəmlik xatirənin illərlə yaşamasının sirridir. Yaxşı, tutaq ki, məlumat qapıçıdan keçdi və bizim daimi arxivimizə daxil oldu. Bu arxivin də öz rəfləri, öz bölmələri var. Məsələn, bir rəfdə epizodik yaddaş yerləşir. Bu bizim şəxsi hekayələrimizdir, məktəbdəki ilk günümüz kimi. Başqa bir rəfdə semantik yaddaş var. Bunlar faktlardır, məsələn, Parisin Fransanın paytaxtı olduğunu bilməyimiz kimi. Və bir də prosedur yaddaşı rəfi var ki, orada da velosiped sürmək, maşın idarə etmək kimi öyrəndiyimiz bacarıqlar saxlanılır. Bütün bu prosesin arxasında əslində çox nizamlı bir sistem dayanır. Bir şeyi yadda saxlamaq və sonra onu xatırlamaq düşündüyümüz kimi tək bir anlıq hərəkət deyil. Bu, sanki bir sənədləşdirmə işi kimi 3 vacib addımdan ibarət olan bir prosesdir. Gəlin baxaq.
Birinci addım kodlama. Bu, məlumatı qəbul edib beynimizin başa düşəcəyi bir formata çevirməkdir. Sanki yeni gələn kitaba bir kod verirsiniz. İkinci addım yaddaş saxlama. Yəni kodlaşdırılmış məlumatı götürüb arxivdə lazımı rəfdə yerləşdirmək və nəhayət üçüncü addım xatırlama. Yəni ehtiyac yarananda gedib həmin kitabı rəfdən tapıb gətirmək. Bax, bu zəncirin bir halqası qopsa, bütün sistem pozulur. Onu 3 addımdan birincisi, yəni kodlama, bəlkə də ən vacibidir. Çünki səyahət məhz buradan başlayır. Qısa müddətli yaddaş çox vaxt məlumatı sadəcə səsinə görə kodlaşdırır. Məsələn, bir telefon nömrəsini dodaqaltı təkrar etməyimiz buna görədir. Amma uzun müddətli yaddaş üçün bu bəs eləmir. O daha dərinə gedir, məlumatı məhz mənasına görə kodlaşdırır, onu artıq bildiklərimizlə əlaqələndirir. Yaxşı, hər şey bu qədər sistemlidirsə, bəs onda niyə unuduruq? Niyə bəzən xatirələr sanki itir? Əsas məsələ odur ki, unutmaq bizim yaddaşımızın zəif olması demək deyil. Bu sadəcə bayaq danışdığımız o 3 addımlı sistemin hər hansı bir yerində baş verən bir nasazlıq, bir pozuntudur. Bu nasazlıq harda ola bilər? Fərqli yerlərdə. Bəlkə də problem elə lap başdan, kodlama mərhələsində olub, yəni məlumat beyinə heç düzgün yazılmayıb. Və ya bəlkə də arxivə qoyulub, amma sonra itib batıb. Ən çox rast gəlinən hal isə budur. Məlumat əslində arxivdədir, sağlam şəkildə durur, sadəcə biz onu tapmaq üçün doğru açar sözü, doğru yolu tapa bilmirik. Bütün bu danışdıqlarımızdan çıxardılacaq ən vacib, ən əsas nəticə nədir? Çox sadə. Bir şeyi həqiqətən də uzun müddət xatırlamaq istəyirsinizsə, onu özünüz üçün mənalı etməlisiniz. Başqası üçün yox, kitab üçün yox, məhz özünüz üçün. Onu öz həyatınıza, öz bildiklərinizə, öz hisslərinizə bağlayın. Yaddaşın qızıl qaydası budur. Sonda isə sizi bir sualla baş-başa buraxmaq istəyirəm. Əgər yaddaşımızın əsas açarı mənadırsa və beynimiz yalnız bizim üçün mənalı olanı saxlamağa çalışırsa, bu bizim özümüz haqqında, dəyərlərimiz haqqında nə deyir? Bir anlıq düşünün. Sizin daimi yaddaş arxivinizdə o ən möhkəm rəflərdə hansı xatirələr, hansı məlumatlar var? Bəlkə də cavab sizin üçün həyatda həqiqətən nəyin vacib olduğunu göstərən ən dürüst güzgüdür.